Gözəl hadisədir, hamı da sevindi. İstər Türkiyənin, istərsə də Pakistanın, İslam dünyasının bir yerə yığışdığı günüdür da. 28 may həm Azərbaycanın, həm də İslam dünyasının birlikdə iş gördüyü bir tarixidir. Əlbəttə ki, birlikdə olsaq, sülh müqaviləsində, ondan sonra hər bir şeyi qaydaya qoymaq olar. Ölkədə aeroport sayı çoxalır, ölkənin iqtisadi vəziyyətinə təsir eləyir, yaxşılaşdırır. Həm də ki, gələn qonaqlar da Pakistan, Türkiyə idi, prezidentlər idi. Onları da bildiyimizi göstərib bütün dünyaya. Onun üçün də yaxşıdır da, ölkənin vəziyyəti üçün yaxşıdır. Ölkəmizdə yeni aeroportların açılması, yəni biz gəncləri həm sevindirir, o cümlədən Türk dünyasının birliyi, hər birimiz fəxr edirik ki, yəni Türk dünyası birləşib, yəni türklər hamımız bir yumruq olsaq, düşünürəm ki, bütün dünyada öz gücümüzü, öz mövqeyimizi qoruyub saxlamış olarıq. Əlbəttə çox fəxr eləyərəm ki, mən işğaldan azad olmuş torpaqlarımıza təyyarə ilə səfər eləyim, çox xoşbəxt olaram mən. Çox sevindim, baxdım da prezidentimizin çıxışına, sonra Erdoğanın çıxışına və Pakistanın rəhbərinin çıxışına çox bəyəndim. Çox yaxşıdır, qardaşlıq, dostluq, Türk dünyası ümumiyyətlə birləşir. Pakistan da bizə həmişə kömək elədi də, Qarabağ müharibəsi vaxtı bizə dəstək oldu. Bir qardaş kimi biz də ona dəstəyik indi. Çox yaxşıdır, çox sevindirici haldır. Türkçəyəm, Azərbaycanlıyam, Azərbaycanlı qanı var, vətənimi sevirəm, dövlətimi sevirəm, dövlət başçımı sevirəm. Mən Allahdan bir arzum var, 71 yaşım var. Allah mənə o günü qismət eləsin. Görməyəcəm, bilirəm, amma siz görəcəksiniz. Turan dövləti, bütün Türk dövlətlərinin birliyi. Dünən mənə, məsələn, çox qürurluyam, xoş gəldi. 3 böyük dövlətin başçıları, onlar bizə arxadır, dayaqdır. Xüsusən də Erdoğanın Azərbaycan şeiri demək. Çox belə, nə deyim, belə qürur, həmişə kimdənsə intervyu götürürlər, deyir ki, danışa bilmirəm. Doğrudan elədir. Adam o qədər xoş sözlər demək istəyir. Yenə deyirəm, vətənimi sevirəm, dövlətimi sevirəm. Xoşbəxtəm ki, Azərbaycanlıyam.